Mətbəximdən hamıya salamlar. Tam ölçüsündə yaş keki hazırlamaq istəyirsinizsə mütləq izləyin. Südə kakao, yağ, şəkər tozu qatıb qarışdır, ocağa al. Qaynayanda ocaqdan götür. Yumurta ağarana qədər mikserlə qarışdır. Şəkər tozunu əlavə et. Qarışdırdıqca qatı kütlü olur. Süd, yağ əlavə edib qarışdırmağa davam et. Quru ərzaqları, yəni qabartma tozu, un və kakaonu mütləq ələkdən keçir. Mikserlə deyil, spatula ilə qarışdır. Soba qabının hər tərəfini yaxşı yağla. Xəmiri bərabər şəkildə qaba yay. 180 dərəcə isidilmiş sobada bişməyə göndər. Bişən kimi kəsmə. 3 dəqiqə gözləməkdə fayda var. İlk istiliyi çıxandan sonra dilimlə, çəngəllə dəliklər aç. Sousu keksin hər tərəfinə əlavə et. 1 saat dinləndir. İstədiyin kimi dekor et. Serv isə hazırdır. Dəqiq resepti şərhlərdə qeyd edirəm. Fikirlərinizi səbirsizliklə gözləyirəm. Kanala nəzər yetirin. Belə dadlı reseptlər çoxdur. Sonacan izlədiyiniz üçün təşəkkürlər.